Quba şəhərində millət vəkili Əlibala Məhərrəmzadəyə və onun ailə üzvlərinə məxsus olduğu bildirilən iri miqyaslı kommersiya obyektlərində Fövqəladə Hallar Nazirliyinin rəsmi qərarlarına məhəl qoyulmayaraq qanunsuz tikinti quraşdırma işləri davam etdirilir. Bir xəbər Media 7 Times-a isnadən xəbər verir ki, aparılan araşdırma və əldə olunan son görüntülər dövlət qurumlarının qəti addımlarına rəğmən tikintilərin bir gün belə dayanmadığını sübut edir. Lütfüzadə küçəsində yerləşən Şahdağ otelində aşkar edilən qanunsuz tikinti ilə bağlı Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 28 aprel 2026-cı il tarixində 0354 saylı rəsmi dayandırma qərarı çıxarılıb. Layihənin qanunsuzluğu üzə çıxan gün millət vəkili Əlibala Məhərrəmzadə mətbuata açıqlama verərək obyektin ona aid olmadığını, orada heç bir qanunsuz iş aparılmadığını iddia etmişdi. Lakin rəsmi sənədlər obyektin deputatın qardaşının adına rəsmiləşdirildiyini, mənəvi olaraq isə özünə məxsus olduğunu ortaya qoyub. İyunun 28-də ərazidə lentə alınan son görüntülər isə dövlətin rəsmi qərarına açıq meydan oxunduğunu göstərir. Oteldə tikinti işləri tam sürətlə davam etdirilir. İtaətsizliyin daha bir ağır forması Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında Akvapark kompleksinin inzibati binasının yaxınlığında qeydə alınıb. Sifarişçi ANG Holding MMC tərəfindən tikilən qanunsuz obyekt barəsində Nazirlik tərəfindən tam 3 dəfə 27 oktyabr 2023, 30 yanvar 2025 və 19 noyabr 2025-ci il tarixlərində rəsmi dayandırma və saxlama qərarı çıxarılıb. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələnin ciddiliyini nəzərə alaraq işi Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərib. İddialara görə deputat şəbəkəsinə aid növbəti qanunsuz tikinti Quba şəhərinin 30-32-ci məhəlləsində yerləşir. Vüqar Paşayevin direktor olduğu Şəving İnşaat MMC tərəfindən heç bir sənəd və rəsmi razılıq olmadan inşa edilən restoran barədə də Fövqəladə Hallar Nazirliyinin dayandırma qərarı mövcuddur. Hüquqi baxımdan işlərin dayandırıldığı zənn edilsə də obyektin ilkin fotoları ilə indiki halının müqayisəsi növbəti bir dövlət qərarının görməzdən gəlindiyini təsdiqləyir. Sıravi vətəndaşların ən kiçik tikililərinə qarşı sərt mexanizmlərlə çıxış edən aidiyyatı qurumların, millət vəkili və ailəsinin Qubadakı qanunsuz mülkləri qarşısında niyə bu qədər kövrək və təsirsiz qaldığı ciddi suallar doğurur. Xəbərdə adı çəkilən millət vəkilinin, şirkətinin və digər qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.